Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün Şuvalandayıq. Yeni satışa çıxmış 5 sotun içində olan bu həyat evinin təqdimatına gəlmişik. Sağ tərəfdə özünün söhbətgahı, isti döşəməli, 10 tonluq su anbarı. Burada sanitar qovşağı. Kameramız özü sizə hamısını göstərəcək. Yay da, qışı da rahatlıqla əyləşə bilərsiniz. Cam balkonları açılır. Burada 8 metr uzunluğunda, 4 metr enində, 1,60 dərinliyində hovuzu. Evin ətrafını tam dövr eləmək olur. Sol tərəfdə yaşıllığı var. Əla. Əla demişkən like'larınızı görmürəm. Tam evi dövr eləmək olur. Video uzun çəkir deyə göstərməyəcəm. Arxa tərəfdə də kombi sistemi var. Evin kombisi arxadadır. Ağlay daşından, bu İran daşı dediyimiz daşdan istifadə olunub. Bunun adı nə idi? Yadımdan çıxdı bu daşın. Travertin, travertin daşdan. Ya Allah. Evdə ağ rəng tonlarından istifadə olunub. Çox qəşəngdir, işıqlı bir evdir. Sol tərəfdə mətbəxidir. Mətbəxdən yaşıllığa baxır, həyətə baxır. Gəl göstər. Gördün? Gördün. Gəl. Zalı da 42 kvadrat metrdir. Mən deyərdim kifayət qədər geniş və işıqlı bir zalı var. Zaldan da hovuz mənzərəlidir zalımız. Zaldan da hovuza baxmaq olur. Burada evin birinci yataq otağıdır. 17 kvadratlıq bir yataq otağıdır. Qapıların hündürlüyü 2,20'dir. Burada ikinci yataq otağıdır. 27 kvadratlıq bir yataq otağı. Maşallah qəşəngdir. Rəng tonları da gözəldir. Özünün sanitar qovşağı var. Kondisionerin xəttləri atılıb. Qazı, suyu, işığı daimidir. Bunu da qeyd eləmiş olum. Çıxarışı var. İpotekaya yararlıdır. Bu da ümumi sanitar qovşağı. Əla. Ümumiyyətlə, evdə ağ rəng tonlarına üstünlük verəndə açıq rəng tonlara daha gözəl görünür. Bax, adi laminatın da rəngi qəşəng seçilib. Bu da 3-cü yataq otağı. Bu da 25 kvadratlıq bir yataq otağıdır. Maşallah, çox geniş bir evdir. Bu arada evin kvadratını dedim ya yox. Ev 185 kvadrat metrdir. Burada da çamaşırxanasıdır. Çamaşırxana da evdə olmağı məncə önəmlidir. Dəyərli izləyicilərim, gəldik videomuzun sonuna. Yerləşməsi çox rahat bir yerdədir, yola yaxındır. Yoldan 50 metrlik məsafədədir. Ziyarətgah var, ziyarətgahdan düşdünüz aşağı. Əsas yoldan 50 metrlik məsafədə, bax bu bağ evini sizlər üçün 335 min manata təklif edirəm. Təbii ki, hər zaman söz verdiyim kimi real alıcılarımıza endirim olunacaq. Allah hər birinizə bundan daha yaxşı, daha gözəl evlər nəsib eləsin. Hələlik, özünüzdən müğayət olun.